Salam, hörmətli musiqi müəllimləri, şagirdlər və musiqi sevərlər. Musiqi tarixinə dair test nümunələrini birlikdə işləməyə davam edirik. 11-ci sual. 17-ci əsrin əvvəllərində instrumental musiqi özünü daha çox hansı janrda göstərirdi? A. Kilsə musiqisində, B. Vokal əsərlərin müşayiətində, C. Musiqili oyunda, D. Solo ifada, E. Rəqsdə. 16-cı əsrin sonlarında, 17-ci əsrin əvvəllərində instrumental janrda bir çox əsərlər yazılmışdır, instrumental musiqiyə müraciət olunurdu. Lakin digər janrlarla müqayisədə o dərhal özünə layiq mövqeyi tuta bilməmişdir. Uzun müddət yalnız vokal ifaların müşayiətində istifadə olunurdu. Deməli, cavab B. Vokal əsərlərin müşayiəti. 12-ci sual. 17-ci əsrdə kilsədən kənar musiqi salonlarında ifa edilən musiqi necə adlanırdı? A. Opera musiqisi, B. Simfonik musiqi, C. Xor musiqisi, D. Kamera musiqisi, E. Balet musiqisi. 17-ci əsrdə, eləcə də 18-ci əsrdə nəinki kral və imperatorların saraylarında, eləcə də vardızadəcanların, qrafların və musiqi həvəskarlarının evlərində, iqamətgahlarında musiqi gecələri keçirilirdi. Ev daxilində keçirildiyinə görə həm musiqi ifaçıları, həm də qonaqlar bir otaqda toplaşırdılar. Latınca otaq kamera deməkdir. Demək, bu otaq daxilində səslənən musiqi kamera musiqisi və orada ifa edən ifaçılar qrupuna kamera ansamblı deyilir. Kamera musiqisi çox da böyük olmayan musiqiçi kollektivi tərəfindən ifa edilən əsərlərdir. Kamera əsərlərinin ifası zamanı hər partiyanı bir səs ifa edə bilərdi. Orkestr musiqisindən fərqli olaraq, yəni orkestr musiqisində bir partiyanı unison səslər qrupu ifa edir. Bəstəkarlar bu musiqi gecələri üçün kiçik həcmli əsərlər yazırdılar. Bura daxildir sonata, trio, kvartet, romans və s. Ki, hansı ki, bütün bu adları çəkilən əsərlər kiçik musiqiçi kollektivi tərəfindən ifa oluna bilər. Bu konsertlər, hansı ki, dedik ki, musiqi gecələri, adətən klavisinin müşayiəti ilə skripka, violonçel, qaboy və başqa solo alətlərin ifası ilə yadda qalırdı. 19-cu 20-ci əsrlərdə kamera musiqisi iqamətgahlarda, saraylarda deyil, böyük konsert salonlarında ifa olunmağa başladı. Bununla da kamera musiqisi seçilmişlər üçün deyil, geniş tamaşaçı kütləsi üçün təqdim olundu. Buna baxmayaraq, termin olaraq hələdir, kiçik həcmli əsərlər, kamera musiqisi, kiçik tərkibli musiqiçilərdən ibarət olan qrup isə kamera ansambl olaraq adlandırılır. Beləliklə, bir otağa sığa bilən kiçik tərkibli ifaçılardan ibarət olan musiqiçi qrupunun ifa etdiyi əsərlər kamera əsərləri, həmin qrupu isə kamera ansamblı deyilir. 13-cü sual. Allemanda, kuranta, saravanda, qavot, jiqadan ibarət olan toplu necə adlanır? A. Oratoriya, B. Xoravot, C. Kantata, D. Rəqs suitası, E. Simfoniya.
Allemanda Alman rəqsidir. İntibah dövrünə aiddir. 4'te 2, 4'te 4 metroritmik ölçüyə malikdir. Asta rəqsdir. Orta tempdə, asta tempdə ifa olunur. Kuranta Fransızca qaçmaq axıcı mənasını verir. 16-cı əsrə aiddir. 4'te 3 metroritmik ölçüyə malikdir. Fransız rəqsidir. Sarabanda qədim İspan rəqsidir. 4'te 3, 2'de 3 metroritmik ölçüyə malikdir. Asta tempdə ifa olunur. Qavot Fransanın Auvergne ərazisində yaşayan qavotların rəqsidir. Orta tempdə ifa olunur. 2'de 2, 4'te 4 metroritmik ölçüyə malikdir. Jiga Britaniya adalarında yaşayan xalqların rəqslərindən biridir. 8'de 3, 8'de 6, 8'de 9 metroritmik ölçüyə malikdir. İrlandlar, Şotlandlar və dəniz quldurları tərəfindən ifa olunurdu. Cəld ifa olunur. 17-ci əsrdə jiga artıq Fransada məşhurlaşmağa başlayır və Britaniya jigası Fransız jigasının əsasını təşkil edir. Gördüyümüz kimi sadalananların hər biri rəqsdir. Rəqslər toplusu suita adlanır. Suita ardıcıllıq deməkdir. Demək cavab variantı D. Rəqs suitası. 14-cü sual. Franz Joseph Haydn'ın simfoniyaları hansı konsertlərin sayəsində yarandı? A. İtaliya, B. Fransa, C. Alman, D. London, E. İspan. 18-ci əsrin musiqi həyatında London, Viyana və Paris şəhərləri çox aktiv idi. Həm onlar mədəniyyətin, həm musiqinin paytaxt şəhərləri idilər. Ümumən bu şəhərlərin mədəni həyatında konsertlər əsas hissəni təşkil edirdi. Londonda konsertlər Kral Teatrında, meydanlarda keçirilirdi. Beləliklə konsertlər geniş kütlə üçün əlçatan idi. Bu da klassik musiqiyə marağı artırırdı. Viyanalı musiqiçilərin Londonda çıxışı yüksək qiymətləndirilirdi. 18-ci əsrdə Avropanın musiqi paytaxtı olan Viyanada kamera konsertləri çox məşhur idi. Hansı ki bu konsertlər çox zaman şəxsi qəsrlərdə, evlərdə keçirilirdi. Musiqi ilə daha yaxından tanış olmaq şəraiti yaradılırdı. Londondan fərqli olaraq Viyanada keçirilən konsertlər cəmiyyətin müəyyən təbəqəsi üçün əlçatan idi. Parisdə də Londonda olduğu kimi konsertlər geniş tamaşaçı kütləsinə açıq idi. Burada Gluck'un, Ramon'un əsərləri ifa olunurdu və yüksək qiymətləndirilirdi. Beləliklə bu üç şəhər arasında mədəniyyət mübadiləsi əlaqəsi var idi. Xüsusilə də London və Viyana arasında. Viyanada təşkil olan konsertlərdə və həmçinin bu konsertlərin repertuarına İngilis bəstəkarlarının əsərləri daxil edilirdi. Ya da həmin o konsertlərə Londondan musiqiçilər dəvət olunurdu. Viyanada keçirilən London konsertləri həm ifaçılar arasında, həm də bəstəkarlar arasında rəqabətə səbəb olmuşdur. Beləliklə də bu konsertlər Haydn'ı yeni əsərlər yazmağa şövq edirdi. Nəticədə London konsertləri həm Viyananın musiqi həyatında, həm də bəstəkarın Haydn'ın yaradıcılığında mühüm rol oynadı. Beləliklə, sualda da aydın olur ki, söhbət tədbirdən, konsert tədbirindən gedir. Əgər ümumi başqa cür suala yanaşsaydıq ki, hansı konsertlər, yəni bir janr kimi bəstəkarın yaradıcılığına təsir etdi, bu zaman biz İtalyan bəstəkarları Vivaldi'nin, Albinoni'nin
musiqisinin Haydn yaradıcılığına təsiri haqqında qeyd etməliydik. İtalyan bəstəkarlarının konsertlərinin oxucu melodiyası, ritmi Haydnın üslubuna əhəmiyyətli şəkildə təsir etmişdir. Xüsusilə də biz bunu bəstəkarın 1-ci simfoniyasında hiss edirik. Haydn yaradıcılığında fransız musiqisinin təsiri haqqında danışsaq, biz onda bəstəkarın Paris simfoniyalarını qeyd etməliyik. Burada o, fransız opera və milli xalq musiqi elementlərindən istifadə etməklə daha çox obrazlı, işıqlı, emosional simfoniya yaratmışdır. Lakin yenə sualımıza qayıdırıq, söhbət tədbirdən gedir. Hansı tədbirlər, konsert tədbirləri Haydnın simfoniyalarının yaranmasına səbəb olmuşdur? Cavab D. London. 15-ci sual. Simfonik orkestrin formalaşması neçənci əsrə təsadüf edir? A. 18-ci əsr, B. 16-cı əsr, C. 15-ci əsr, D. 19-cu əsr, Y. 20-ci əsr. Cavab A. 18-ci əsr.